Bu həftənin bütün mədəni xəbərləri Mədəni Ritmdə. Yeni bölümdən hər birinizi xoş gördük. NTV ekranlarından hər kəs salamlayıram. Yeni bölümdə həftə ərzindəki dünya və ölkə gündəmində yer alan bütün mədəni xəbərləri sizinlə paylaşacağıq. Macarıstanın dünya şöhrətli yazıçısı Şandor Lejakın Yaşam üçün nəfəs əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Ən özəl kadrlar Mədəni Ritmdə. Gör mənə heç saxlı var, gör mənim eski intram mecmuadım, mən dediyimi dedim, piyada gedəcəksən. Yaşam üçün nəfəs adlı bu tamaşa susqun, boğucu bir dünyada azadlıq üçün atılan son nəfəsin hekayəsidir. Əsər müharibənin insan psixologiyasında yaratdığı dərin yaraları, yaddaşın, azadlığın və mənəvi bütövlüyün qorunması uğrunda verilən daxili mübarizəni səhnəyə daşıyır. Fəlsəfi və psixoloji dərinliyi ilə seçilən tamaşada insanlar sadəcə sağ qalmağa deyil, insan qalmağa çalışırlar. Mən yoruldum. Tərpənmə, havanı israf edirsən. Yerin içində qalır. Bir neçə dəfə əsərin üzərində bədii tərcümə elədik. Artıq ki biz bunu ssenarisini hazırladıq və bu ssenari hazır olandan sonra yenə də tərəddüd eləyirdik. Çünki biraz çətin psixoloji bir əsər idi. Həqiqətən orada mono tamaşadır, 2 nəfər iştirak eləyir, məkan dəyişikliyi yoxdur. Yerin altında, bunkerdə hadisələr baş verir. Ruslar yenə danışır. Ruslar təslim olmurlar. Ruslar təslim olmurlar. Burada Amerika, Çin, Japonya, Ərəb ölkələri. Bugün dünyada 60-a yaxın müharibənin davam etdiyini nəzərə alsaq, əsər bugün də öz aktuallığını qoruyub saxlayır. Vurğulamalıyam ki, rejissorun səhnəyə baxışı, obrazların quruluşu və ritmin düzgün idarəsi aktyor oyununu tamamlayır. Tamaşaya peşəkar bir nəfəs verir. Səhnə quruluşu bunker atmosferində qurularaq fərqli bir dünya yaradır. Tamaşa boyunca səslər, işıqlar, dar məkanlar və susqunluqlar müharibənin insan ruhuna necə nüfuz etdiyini vizual və emosional olaraq göstərir. Əsər psixoloji dram janrında olan əsərdir. Ona görə bax bu əsərdə kişi daha çox psixoloji gərginlik keçirdən bir obrazdır və bu psixoloji gərginlik ona həm də o həddə gətirib çatdırır ki, o bunkerdə yaşamağı daha üstün tutur. Bax, özü deyir ki, mən 3 il vaxtımı sərf eləyib bu bunkeri yaratdım, bu bunkeri hazırladım. Çünki hər an müharibə ola bilər və bu müharibənin dəhşətindən qaçmaq üçün ancaq bunkerə sığınmaq lazımdır. Keçən dəfə kəndə getmək üçün 18 sorin pul xərcləmsən, 18 sorin zarafat deyil, 18 sorin isə. Mən ona görə sevinirəm ki, çünki mən rolumu həqiqətən də yaşadım, rolumu bacardım, adaptasiya olmuşdum. İnsanlar da məni həqiqətən də mənfi obraz kimi də tanıdılar. Əslində bu kişinin mənfi obraz olduğunu göstərməz, çünki müharibə şəraitindən travma almış bir insan idi. Hər şeyi ailəsi üçün eləmiş, özünü belə ailəsinə fəda eləmiş insan idi. Yox, ölmürsünüz. Yox. Nə olar? Gəlin qalxaq yuxarı. Yuxarıda nə qədər ürəyiniz istəyir, ölə bilərsiniz. Bu tamaşadakı obrazların həm yaş məsələsi, həm onların yaşadığı o psixoloji travmalar, yaşadıkları o mühit də elə də asan bir mövzu deyildi bizim üçün. Həm Macarıstan mədəniyyəti, Macarıstan xalqının yaşam tərzi, onların da bizimlə təbii ki, fərqli bir adət-ənənədə mədəniyyətdədirlər və xarici bir əsəri də təqdim edəndə məhz onların ruhunu da tutmaq kimi bir məsələ də var. Çağırmaq lazımdır. Qonşular! Qonşular! Hey! Eşidirsiniz məni! Qonşular! Nə olar? Mənim ölüm! Təcili yardım çağırın! Qonşular! Əsas məsələ odur ki, müəllifin ideyasının təcəssüm formasını biz düz tapa bilmişdik və bu tərtibatda da, ifada da, rejissor yozumunda da, musiqi tərtibatında da özünü çox gözəl bir uca verirdi. Əslində əsər faciə ilə bitmir.
əsərdə məhsul bir formada bitir. Yəni belə göstərilir ki, onlar elə yenə də ömrlərin axırına qədər yenə də elə də davam eləyirlər. Yenə də o müharibə üçün hazırlıqlar görürlər. Biz amma müəllimə ilə belə məsləhətləşdik ki, bunu əslində yəni normal olaraq bu vəziyyət, bu psixoloji vəziyyət, yəni onu o həddə çatdırmaq belə yəni sakitçiliklə qəbul eləyə bilməz və sonda faciə ilə yekunlaşdırdıq. Yəni kişinin ölümünə səbəb oldu. Müəllifin özünün də çox xoşuna gəldi bu sonluq və bizə də dedi ki, bir neçə yerdə bu tamaşaya qoyulubdur. Yəni Azərbaycanda ilk dəfədir, bunu ilk dəfə biz özümüz Naxçıvanda bu premyeranı elədi, amma ümumiyyətlə Avropada və öz ölkələrində bu tamaşanı hazırlamış olsalar belə ən gözəl təəssüratı bizim hazırladığımız tamaşa ona necə deyim yansıdı. Tamaşanın uğurlu alınmasında peşəkar yaradıcı heyətin böyük rolu var. Onların birgə işi nəticəsində həm səhnə estetikası, həm də dramaturji məna güclü bir teatr dili ilə təqdim olunur. Yaşam üçün nəfəs bir ailənin içində baş verən şəxsi faciə fonunda bütöv bir toplumun və insanlığın azadlıq, yaddaş və nəfəs uğrunda mübarizəsinin çağdaş simvoludur. Muğam bizim mədəniyyətimiz, muğam bizim tariximizdir. Mövzu Azərbaycan musiqisidirsə, danışılası, qeyd ediləsi çox nüans var. Yaxınlarda yenicə açılmış Ağdam Muğam Mərkəzindən ən özəl kadrlar mədəni ritmdə və onu xüsusi olaraq qeyd etməliyəm ki, balacaların avazından təsirlənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də görüntüləri məhz mədəni ritmə özəl olaraq hazırlanıb. Odur ki, gəlin süjet izləyək. Qarabağın işğaldan azad olunması yalnız coğrafi sərhədlərin bərpası deyil, bu həm də bir xalqın yaddaşının, mədəniyyətinin və mənəvi dəyərlərinin yenidən doğuluşudur. İllərlə susturulmuş bu torpaqlar indi öz səslərini geri qaytarır. Xarı bülbül kimi torpağın sinəsindən yenidən boylanan festivallar, Şuşada səslənən muğamlar, Cıdır düzündə səhnəyə çıxan sənətkarlar Qarabağın ruhunun dirçəlişindən xəbər verir. Bu oyanışın davamı Ağdamda reallaşır. Şəhər sıfırdan yenidən qurulur. Dövlətin dəstəyi ilə həyata keçirilən baş plan əsasında burada yollar, xəstəxanalar və mədəniyyət ocaqları inşa edilir. Bu yeniliklərin ən böyük nişanələrindən biri Ağdam Muğam Mərkəzidir. Mərkəzin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. 507 yerlik konsert zalı, 15 dərs otağı, sərgi salonu, kinozal, kafe, kitabxana və 2 rəqs zalı ilə bu mərkəz Qarabağda muğamın yenidən nəfəs alacağı bir ocaqdır. Mərkəzin ərazisindəki 615 nəfərlik açıq amfiteatr isə yay aylarında səma altında musiqinin nəfəsini dinləmək üçün nadir fürsət yaradır. Muğam mərkəzi tək muğam inkişafı ilə, muğamın təbliği ilə yox, həmçinin bir multifunksional incəsənət mərkəzi kimi nəzərdə tutulub. Bu mərkəz bütün Qarabağ ərazisində, işğaldan azad olmuş bütün ərazilərimizdə incəsənətin inkişafı, mədəni ruhun dirçəlməsi kimi öz funksiyasını yerinə yetirəcək. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl tədbiri mayın 10-da keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Bugün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirtmək əlbəttə ki, böyük məna daşıyır. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları keçirilsin, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq. Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Həm bu möhtəşəm muğam mərkəzinin açılışı münasibəti ilə, bütün bizim uğurlarımızla, bütün bizim əldə etdiyimiz nailiyyətlərlə və gələcək nailiyyətlərlə biz müzəffər xalqıq, qalib xalqıq, öz torpağımızda yaşayırıq. Bir də sübut etdik ki, bu torpaqların sahibi bizik. Çünki biz dağdan
Yox, biz qrup yaradanıq və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Yaşasın Ağdam, yaşasın Azərbaycan. Yandı canım hicrilə, vəsli rüxyar. Açılış günü səhnədə sevilən muğam ifaçıları, istedadlı gənc xanəndələr və azyaşlı sənətkarlar öz repertuarları ilə çıxış ediblər. Onların ifasında səslənən muğam parçaları Qarabağın ruhunu, azadlığa qovuşan torpağın yenidən dirçəlişini əks etdirib. Xüsusilə azyaşlı xanəndə Əhəd Ağayevin ifası yaddaşlarda dərin izlər buraxıb. Onun səsləndirdiyi Qarabağ şikəstəsi dinləyiciləri duyğulandırıb. Bu torpaqların səsinə çevrilən muğam yenidən Ağdamda səslənir. Ağdam muğam mərkəzi xalqımıza, Qarabağa və milli yaddaşımıza misilsiz bir töhfədir. Elə Azərbaycan filmləri var ki, bizim dəyərli sənətkarları gördüyümüz zaman onların dialoqu olmasa belə sadəcə görüntüsü ilə diqqət çəkməyi bacarırlar. Elə Azərbaycan sənətkarları var ki, onlar səhnədə olduğu zaman biz alqış üçün sona qədər gözləyirik ki, səslərini, avazlarını daim eşidə bilək və onları ruhumuzda duyaq. Qısacası, Azərbaycan mədəniyyətində və incəsənətində iz salan dəyərli sənətkarları yad etdiyimiz təqvimlə davam edirik. Görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmov 1907-ci ildə İrəvanda doğulub. Sənətkarın uşaqlıq illəri köçkünlük və çətinliklərlə keçib. Musiqi olan sevgisi onu Bakıya gətirib və burada Üzeyir Hacıbəylinin rəhbərliyi altında musiqi təhsili alıb. Səid Rüstəmov həm bəstəkar, həm dirijor, həm də pedaqoq kimi tanınıb. O, not savadı və tar məktəbi kimi dərsliklərin müəllifi, xalq çalğı alətləri orkestrinin banilərindən biri, uzun illər mahnı və rəqs ansamblının rəhbəri olub. Oxu gözəl, haralsan, Bənövşə, Getmə, getmə, İntizar və digər məşhur mahnıların müəllifi olan Rüstəmovun əsərləri bu gün də ifaçıların repertuarındadır. Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, Bəstəkarlar İttifaqının sədri, SSR Dövlət mükafatı laureatı olub. Səid Rüstəmov 1983-cü ildə vəfat edib. Onun yaradıcılığı bu gün də yaşayır, yeni nəslə yol göstərir. Tanınmış Azərbaycan rəssamı Salam Salamzadə 1908-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və Pedaqoji İnstitutunda təhsil alıb. Yaradıcılığında sujetli tablolar, portretlər, mənzərə və natürmortlar xüsusi yer tutur. Şərq qadını və İnqilab və Mədəniyyət jurnallarında bədii tərtibatçı kimi çalışıb, əsərləri Bakı, Moskva və Kiyevdə sərgilənib. Salamzadə Azərbaycan Milli İncəsənət Muzeyi və Ədəbiyyat Muzeyinə rəhbərlik edib. O, əməkdar incəsənət xadimi, xalq rəssamı və Nasir adına beynəlxalq mükafat laureatıdır. Əsərləri ölkə daxilində və xaricində muzeylərdə qorunur. Onun Nərman Nərmanov, Günəş altında, Suya gedən qadınlar, Çay plantasiyası kimi məşhur əsərləri var. Yaxın və Orta Şərq ölkələrinin həyatını əks etdirən tablolar da yaradıb. O, 1997-ci il mayın 12-sində Bakıda vəfat edib. May xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anım günüdür. 1911-ci ildə Bakının İçəri şəhərində məşhur tarzən Məşədi Süleymanın ailəsində dünyaya göz açan Bəhram Mansurov muğam sənətinin parlaq nümayəndələrindən biri olub. 8 yaşında tar çalmağa başlayıb və ömrünü bu sənətə həsr edib. 1929-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının, daha sonra opera və balet teatrının solisti kimi fəaliyyət göstərib. 54 il ərzində səhnədə yüzlərlə ifaçı ilə çalışıb, muğam sənətimizin inkişafına mühüm töhfələr verib. Onun ifasında çahargah və rast muğamları ilk dəfə nota alınıb. Bayatı Şiraz, Şur, Humayun kimi muğamlar UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq bütün dünyaya yayılıb.
1978 və 1983-cü illərdə Bəhram Mansurov Azərbaycanın muğam irsini Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumlarında təmsil edib. 1971-ci ildə onun sənət yoluna həsr olunan Çalır Bəhram Mansurov sənədli filmi çəkilib. Oğlu tanınmış bəstəkar Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi Mansurovlar kitabında bu sənətkar nəslinin 300 illik yolunu əks etdirib. Bəhram Mansurov 1985-ci ildə vəfat edib. Onun ifaları, sənətə olan sevgisi bu gün də gənc tarzənlərə ilham verir. Sara Qədimova tanınmış xanəndə, şirin və məlahətli səsi ilə uzun illər Azərbaycan musiqisinə xidmət etmiş sənətkardır. O 1922-ci ildə Bakıda anadan olub, uşaqlığı isə Qarabağın Gülaplı kəndində keçib. Musiqiyə olan sevgisi də məhz bu zəngin muğam mühitində formalaşıb. Əmək fəaliyyətinə 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova qısa müddətdə tanınıb. Müharibə illərində cəbhə bölgələrində ifa etdiyi Şəfqət bacısı mahnısı onu xalq qəhrəmanına çevirmişdi. O, Hüseynqulu Sarabski, Xan və Seyid Şuniski kimi ustadlardan dərs alıb və klassik xanəndəlik ənənələrinə sadiq qalıb. Opera səhnəsində Leyli və Əsli obrazları ilə yadda qalan sənətkarın ifasında Bayatı Şiraz, Şur, Xaric, Segah və Qarabağ şikəstəsi kimi muğamlar Azərbaycan musiqi tarixində iz qoyub. Sara Qədimova 60 ildən artıq fəaliyyət ərzində milli musiqinin təbliğinə böyük töhfələr verib. Bir çox ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. O, 2005-ci ildə vəfat edib. Onun sənəti və ifa üslubu gənc xanəndələr üçün örnək olaraq qalır. Mədəni ritmin ən rəngli rubrikası Xəbərimiz varla davam edirik. Düzdür, bütün xəbərlərdən qısa və öz təqdimatımız olacaq, amma xüsusi olaraq vurğulamalıyam ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4 istedadlı tələbəsindən sizə xəbərimiz var. Qal sənə qurban dedilər, sosial media onlardan danışdı. İfaları, səmimi videoları ilə gündəmdədirlər. Görək xəbərimiz var da hansı kadrları, hansı məqamları sizin üçün təqdim etmişik, birlikdə öyrənək. Biz 4 dost, yəni İncəsənət Universitetinin 3-cü kurs tələbələriyik. Sinif otağında bu videonu çəkməyi mənim dostum, qardaşım Toğrul təklif elədi. Elə Kənan qardaşımız da bizim yanımızdaydı. Dedi ki, belə bir video çəkək və fikirləşdik ki, xalqımızın da bu gözəl musiqilərə ehtiyacı var və öz xalqımızın gözəl musiqilərini ifa elədik və həmin bu musiqilərlə də xalqımızın sevgisini qazandı. Daha çox janr olaraq retro və Azərbaycanın klassik musiqilərinə üst tutur. Zövqlər müxtəlifdir, yəni zövqünün daha da gözəlləşdirilməsi üçün bu janrlara əsasən bizə müraciət edir. İfalar davamlı olacaq inşallah. Biz yeni mahnılar çəkib paylaşdıqca izləyicilər özləri də mahnı istəyir və biz çalışırıq ki, onların istəklərini də nəzərə alaq. İnşallah ki, bundan sonra maraqlı ideyalar, maraqlı mahnılarla çıxış eləyəcəyik. Dumanlı dağların başında Heydər Əliyev Fondunun dəstəyi ilə 9-cu Muğam televiziya müsabiqəsinə start verilib. Muğam televiziya müsabiqəsi fondun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür. Muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib. Bu ilki müsabiqədə 2 yaş aralığında 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir. Müsabiqənin final konserti və qaliblərin mükafatlandırılması isə avqust ayında olacaq.
Fransanın Côte d'Azur bölgəsinin mənzərəli şəhəri Cannes 78-ci dəfə dünya kinosunun ən nüfuzlu tədbirlərindən biri olan Cannes Film Festivalına ev sahibliyi edir. Festival 13-24 may tarixlərində keçiriləcək və ənənəvi olaraq dünyanın aparıcı kino ulduzlarını, rejissorlarını və prodüserlərini bir araya gətirəcək. Festivalın əsas mükafatı olan Palma budağı artıq Cannes Festival sarayına çatdırılıb. İkinci Palma budağı isə 10 günlük rəsmi müsabiqə proqramı başa çatdıqdan sonra qalib filmə təqdim olunacaq. Festivalın bu ilki proqramı həm sənət, həm də kommersiya filmlərinin, o cümlədən debutant rejissorların işlərinin nümayişi ilə zəngindir. Mayın 12-dən 19-nadək Qazaxıstanın Kostanay şəhərində Monofest Beynəlxalq Teatr Festivalı keçirilir. Festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin Kontrabas monotamaşası ilə təmsil edəcək. Mayın 16-sında nümayiş olunacaq Kontrabas tamaşasının quruluşçu rejissoru, xalq artisti İrina Perlova, ifaçısı əməkdar artist Şövqü Hüseynovdur. Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva eləyir. Qeyd eləyək ki, sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. 28 may Respublika gününə həsr olunan Azərbaycanın Beynəlxalq 8-ci Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan müsabiqənin yekun sərgiləri 13, 14, 15 və 16 may tarixlərində Xətai Sənət Mərkəzində açılıb. Şüar Azərbaycan, səni sevirəm. Mövzu mənim gözlərimdən Azərbaycan. Festivalın məqsədi Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanımalarına və sevmələrinə xidmət etmək olub. Müsabiqəyə Azərbaycandan və bir çox xarici ölkələrdən, o cümlədən ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Peru, Hindistan və Myanmadan 2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılıb. Ümumilikdə sərgilərdə 900-ə yaxın əsər sərgilənib. Əvvəlcədən elan olunan sərgidə yerli və xarici rəssamlardan ibarət seçim heyəti tərəfindən 10 ballıq sistem üzrə aparılan seçimdə əsasən mövzuya uyğunluq, yanaşma, kompozisiya və rəng həlli əsas götürülüb. Nəticədə hər müəllifdən bir əsər olmaqla sərgiləməyə dəvət olunub. Mən fəxr edirəm ki, Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında səfərdədir. Orada sənətçi bir sıra rəsmi görüşlərdə, səs yazma studiyalarında, təhsil və mədəniyyət ocaqlarında iştirak edir, musiqi mütəxəssisləri ilə fikir mübadiləsi aparır. Xalq artisti Vaşinqtonda yerləşən ABŞ Dövlət Departamentinin Mədəniyyət və Müəllif Hüquqları şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədris barəsində söhbətlər aparılıb. Zəngin proqram çərçivəsində xalq artisti həmçinin də ABŞ Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışoğlu'la da görüşür. Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin Qız məktəbində şeiri əsasında yazılan Gülbahar əsərini səsləndirib. Mövzumuz mədəniyyət, məqsədimiz isə sizə ölkə gündəmindəki ən aktual və ən diqqət çəkən və ən əsas Azərbaycan səhnəsini gözəlləşdirən mədəni xəbərləri sizinlə paylaşmaq. Yeni bölümün sonuna gəlib çatdıq. Yenidən görüşənə qədər özünüzə yaxşı baxın, sağ olun, sağlıqla qalın.